Bidətçilərlə necə müamilə olunmalıdır? Bidətçiləri ziyarət etmək haramdır, onlarla durub oturmaq haramdır. Yalnız nəsihət imkanı varsa eləyə bilərsənsə, bunda olar. Onlar özlərində olduqları bidətləri inkar edə biləcəksənsə, onda olar. Çünki onlarla qarışmaq, onlarla bir yerdə olmaq, bu qarışıqlıq şərdir. Orada düşmənçiliyi başqasına aparır bu əməldə. Və yecibu təhziru minhum, və onlardan çəkindirmək vacibdir, onların şərindən çəkindirmək vacibdir. Əgər onların əlindən tutub apara bilmirsə də və mani onlar bidətlərə birbaşa yenəməliyik, birbaşa bidətləri yaşamaqlarına mani olmalıyıq. Əgər bunu eləyə bilmirsə də, müsəlman alimlərinə, əmirlərinə vacibdir ki, o bidətlərə mani olsunlar və onlar bidətçilərin əlindən tutub qadağ eləsinlər, onların şərini dəf eləsinlər. Çünki onların İslama olan təhlükəsi çox şiddətlidir. Sonra vacibdir ki, bilmək vacibdir ki, küfür dövlətləri bidətçiləri bidətlərini yaymağa daha çox həvəsləndirirlər və onlara bu şey üzərində müxtəlif yollarla köməklik edirlər. Çünki onlar bilirlər ki, onların o əməli İslamın surətinə ləkə gətirir və İslama son verməyə səbəblərdir. Bunu bilirlər. Allah Teala'dan istəyirəm ki, öz dinində kömək etsin, kəlməsini uca etsin, öz düşmənlərini rüsva eləsin. Və sallallahu aleyhi və səlləm alə nəbiyyinə Muhammed və